Hə, köhnələr. Axşamınız xeyir olsun. Deyirəm, neçə gündür bizim sosial medialarımızı bir xəbər əməlli başlı sirkələyir. Yəni söhbət gedir o barədə ki, bizim keçmiş nazirimiz Əbülfəz Qarayevin qızı bir kino çəkib, bir qısa metrajlı bir kino çəkib. Həmən kinoda ki, bizim Azərbaycanımızın görkəmli şairi Məsxəti Gəncəvi haqqındadır. Amma həmən o kinonu interpretasiya eləyib, yəni özü bildiyi kimi, biraz başqa cür çəkib də onu. Birincisi mən buradan demək istəyirəm, onlar üçün kimlər ki bilmir Məsxəti Gəncəvi kim olub. Yəni ki, məncə bəzilər üçün bu məlumat çox da önəmli olar. Məsxəti Gəncəvi bizim Azərbaycanımızın çox görkəmli şairlərimizdən biri olub. Yaşayış dövrü onun 12-ci əsrdə. İxtisası rübailər olub. Yəni rübailər nədir? Mən sizə deyim, doğru dildəki başa düşəsiz. Dördlük şeirlər. Dördlük şeirlər. Rübailər də bəst eləyirdi. Sevgi, məhəbbət, nə bilim, adi qara cəmaət haqqında. Yəni xalqa yaxın olan bir belə deyək də bir poeziyadır. Həmən o rübailər. Məsxəti adında mən sizə deyim, ona verib o vaxtı Sultan Səncar. Tu Məsxət. Tu Məsxət, yəni ad qoyub buna. O deməkdir ki, böyüklərin böyüyü. Yəni Bilikay şeyə. Ondan sonra da o ad qalıb onda. İndi gəlin qaydaq bax o məsələyə. Bilirsiniz, mən bir söz demək istəyirəm. Məncə hamınız buna dəstək olarsınız. Məsxəti kimi şairlər o bizim xalqımızın sərvətidir. Bizim millətimizin sərvətidir. Başa düşürsünüz? Yəni onlar gəldilər tarixə və getdilər, amma ki adları həmişə əbədi olaraq qalır. Mənə elə gəlir ki, heç kimin ixtiyarı yoxdur. Heç kəsin yəni ki onların adından istifadə eləyib, onların zəhmətini öz interpretasiya formasında, yəni başqa bir formada təqdim eləyib. Halbuki əsasən onların yəni qeyrətlərinə ləkə qoymaq şərti ilə. Yəni bildiyiniz kimi təzə kinoda mənim eşitdiyimə görə həmin o Məsxəti Gəncəvini az qalıb bir dənə bir Valid qismində veriblər. Başa düşürsünüz də məni? Hətta deyirlər həmən o kinoda səhnələr var, kişilərlə öpüşmək. Nəysə də özünüz başa düşdünüz də, hansı ki o dəli budurmuşların öz həyatlarına aid olan nə ki məqamlar var, hamısını həmən o kinolarda çıxartıb qoyublar ortaya. Burada yenə də mən bir söz yadıma düşdü də. Bir dəfə mən bu barədə demişdim. Nəriman Nərimanov haqqında danışanda. O vaxtı Nəriman Nərimanov necə qeydib demişdi Əli Heydər Qarayevaya. Haçan ki Əli Heydər Qarayev ona təklif edirdi ki, gəl bu Qarabağı verək ermənilərə. Demişdi ki, ay Əli Heydər, Qarabağ, Azərbaycan torpağı sənin deyir, götündür ki, sən onu kimə istəsən verəsən. Çox üzr istəyirəm bu ifadəmə görə. Bax, bu məsələdə də çox böyük bir paralellər var. Yəni bizim millətimizin, bizim ölkəmizin mədəniyyəti, sərvəti, qeyrəti, sizin o şəxsi, necə deyərlər, qeyrətsizliyiniz deyir ki, siz onu kimə istəyirsiniz bu cür formada yayasınız. Bu anda söhbət gedir konkret olaraq, yəni bir kino əsərindən. Mənə elə gəlir ki, hələ bizim Senzura komitəmiz də, bilmirəm indi Mədəniyyət Nazirliyi kimdir, çox gözəl bir addım eləyib ki, həmən o filmin yayımlamasına qadağa qoyublar. Lap yaxşı olardı, laptop cərimələsinlər də onu çəkənləri, onu ortaya buraxanları. Bilmirəm, belə qanun var, yoxsa yox. Qəlbdən qəlbə, Rasimin yanında. Rasim, necəsən? Rasim də sizin hamınıza salam deyir. Bu qədər.